Blok sınaq 3-də birinci suala baxaq. Katitləri 6 və 8 olan düzbucaqlı üçbucağın kiçik katit ətrafında fırlamasından alınan fiqurun yan səthinin sahəsini soruşur. Əvvəlcə düzbucaqlı üçbucaq çəkək. Deməli, kiçik katit 6-dır. Yəni, bura 6 yazaq, bura 8. Bunun ətrafında fırlatsaq, alınacaq konus. Deməli, burada 8 həmin konusun radiusudur, 6 isə hündürlüyü. 6, 8 Pifaqor ədədləri, deməli, hipotenus konus üçün isə doğrandı, L 10-a bərabərdir. Konusun yan səthinin sahəsi S yan bərabərdir, pi r L. Pi radius 8-dir, L də 10 olacaq 80 pi. Yəni, A variantı. İkinci sualda ifadəsinin qiymətini soruşur. Burada baxın, deməli, sürətdə nə var? Şəkli yaxınlaşdırsaq. Sinus 20 və kosinus 70 var. Sinus 20-ni kosinusdan ifadə etsək, kosinus 70-ə bərabərdir. Bunlar burada ixtisar gedir. Yəni, qiymətlər bir-birinə bərabərdir. İndi qalır orada, deməli, tangens 15 bölünsün 1 minus tangens kvadratı 15. İndi düsturu yadımıza salırıq. Tangens 2 alfa bərabərdir 2 tangens alfa bölünsün 1 minus tangens kvadratı alfa. Buradan 2'ni deməli, ki bunu ayırsaq, buradan tangens alfa böl 1 minus tangens kvadratı alfanı ayırsaq, olacaq 2'də 1 tangens 2 alfa bərabərdir tangens alfa böl 1 minus tangens kvadratı alfa. Yəni, buradakı alfanın 2 mislinə bərabər olacaq. Tangens 15 isə bu ifadə olacaq 2'də 1 tangens 2'ni də 15'ə vuranda 30. Deməli, sürətdə var idi 3 kök altda 3 vurulsun. 2'də 1 tangens 30'un qiyməti kök 3 böl 3'dür. Məxrəcdə də 2 var. Burada 3'lər ixtisar getdi. Kök 3'ü kök 3'ə vuranda 3. Bu 2 də məxrəcdəki 2'yə vurulur. Olacaq 4. Yəni, cavab B variantı. Üçüncü sualda funksiyanın təyin oblastını soruşur. Əvvəlcə kökün altında 24 minus 4x-ə baxırıq. Cüt dərəcədən kökün altındakı ifadə 0-dan böyük və ya 0-a bərabər ola bilər. Yəni, 24 minus 4x böyükdür bərabərdir 0. Hər tərəfi 4'ə bölsək 6 minus x böyükdür bərabərdir 0. X kiçikdir bərabərdir 6-dan. İkinciyə baxırıq. 3x minus 6 üstündə mənfi 2'də 1. Üstü mənfi olduğuna görə, mənfi qüvvəti olduğuna görə bu 1 bölünsün. 3x minus 6 üstü müsbət 2'də 1'ə bərabərdir. İndi bunu da kökə çevirsək olacaq 1 bölünsün, daha doğrusu dərəcəyə görə, yəni ikinci dərəcədən 3x minus 6. Normalda kökün altındakı ifadə 0-dan böyük və ya 0-a bərabər ola bilər. Amma bu kök məxrəcdə olduğuna görə elə 3x minus 6 böyükdür 0. 3x böyükdür 6'dan, x böyükdür 2'dən. Cavabların kəsişməsini götürəcəyik. Cavablarımız 2 və 6'dır. 6 bərabərsinin həllidir, 2 isə yox. 2'dən müsbət sonsuzluğa və sonsuzluqdan 6'ya kimi. Kəsişmə olacaq 2, 6. Bizə nə soruşur? Təyin oblastını soruşur. 2 daxil deyil, 6 isə daxildir. Yəni, A variantı. Dördüncü suala baxırıq. ABC bərabər tərəfli üçbucağının orta xəttlərinin əmələ gətirdiyi üçbucağın sahəsi 9 kök altda 3'dür. Deməli, burada orta nöqtələr olsun bunlar. Baxın, bura yazaram A, burada olacaq A. Bərabər tərəfli olduğuna görə orta xəttlər də bir-birinə bərabərdir. Yəni, hamısı A-ya bərabərdir. İndi bunlarda bu orta xəttlər olduğuna görə oturacağın yarısı hamısı A olur. Elə bir ki, M nöqtəsi AB-nin ortasıdır, N nöqtəsi BC-nin ortasıdır, K nöqtəsi də AC-nin orta nöqtəsidir. Və burada M-in orta xətti isə oturacaq AC-nin yarısı, yəni 2A-nın yarısı. Və yaxud da, baxın, NK orta xətti isə bu AB-nin yarısıdır, yəni AB 2A-dırsa, burada A-dır. İndi bizə deyir ki, buradakı S, M
BN üçbucağının sahəsi 9 kök altda 3'dür. Həmin bərabər tərəf üçbucaqdır. Yenə burada alınan kiçik üçbucaq. Bərabər tərəf üçbucağının sahəsi a kvadratı kök 3 böl 4 bərabərdir 9 kök altda 3'ə. Kök 3'lər getdi. A kvadratı 36'ya a da olacaq 6. Bizdən üçbucağın perimetrini soruşur. Üçbucağın perimetri P bərabərdir 3A. 3 vur. Tərəf A 6'dır, amma böyük bərabər tərəf üçbucaq üçün 6 plus 6. Üçbucağın tərəfi 12'dir. 3'ü 12'ye vursaq olacaq 36. Yəni A variantı. 5-ci sualda A ədədini B kubu ədədinə böldükdə natavan qismətdə 3, qalıqda 65 alınarsa, A-nın ən kiçik qiymətinin rəqəmləri cəmli soruşur. Qalıqlı bölmə düsturuna görə biz bilirik ki, A 3B kubu üstəgəl 65'e bərabərdir. Və biz burada nəyi bilməliyik? Biz bilirik ki, bölən, yəni bölən B kubudur. B kubu qalıqdan, yəni 65'dən böyük olmalıdır. Burada B yalnız 5 ola bilər. Çünki B 1 olsa ödəmir. B 2 olsa 2'nin kubu 8, 65'den böyük değil. 3 olsa ödəmir. 4 olsa 4'ün kubu 64, yine ödəmir. B'ye biz ən kiçik 5 tam ədədini verə bilərik. B 5'dir və natural deyir. B ilə 5 natural ədəddir. B'ye 5 versək A bərabərdir 3 vur. 5'in kubu üstəgəl 65. 5'in kubu 125. 3'e vurub üzərinə də 65 gəlirik. Olacaq 375, üzərinə də 65 gələndə 0, 13, 14, 440. Həmin A-nın, yəni A ədədinin rəqəmlərinin cəmini soruşur. Olacaq cavab 8. Yəni D variantı. 6 nömrəli sualda M n-ə paraleldir. X üstəgəl z 180 dərəcə olarsa, Y böl z nisbətini soruşur. Şəkil yaxınlaşdıraq. Əgər M n-ə paraleldirsə, burada bu xətti kəsəni uzadıram və kəsəndir. Burada x isə buna çarpaz olan buradakı bucaqdır x-dir. X-in qonşusu olacaq 180 minus x. Yəni bu içəridəki bucaq. Bunu yazın. Yəni bura olacaq 180 minus x. İndi həmin üç bucaq üçün y bucağı xarici bucaqdır. Üç bucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın, yəni z ilə 180 minus x-in cəminə bərabərdir. Buradan y bərabərdir. Buradakı 180 dərəcənin yerinə x üstəgəl z yazacağım. Bu z-lə işim yoxdur. Üstəgəl. Bu 180 dərəcənin yerinə yazıram x üstəgəl z minus buradakı x. Buradan y bərabərdir. X-lər islah getdi. Bərabərdir 2z. Bizdən y bölünsün z-i soruşur. Y-in yerinə 2z yazanda 2z-i z-ə bölsək, z-lər gedir. Olacaq cavab 2 böl 1. Yəni C variantı. 7 nömrəli sualda səthinin sahəsi 27 pi olan yarımkürənin daxilinə çəkilmiş ən böyük həcmli silindirin hündürlüyünü soruşur. Əvvəlcə yarımkürənin səthinə baxaq. Kürənin tam səthinin sahəsi olacaq 4 pi r kvadratı. Amma yarımkürə olduğuna görə 2'yə böldürəm. Üzərinə də pi r kvadratı gəlirəm. Nəyə görə üzərinə pi r kvadratı gəlirəm? Baxın, yarım dairə çəksəm, yarımkürə daha doğrusu. Burada kürənin səthinin sahəsi 4 pi r kvadratı, yarım olduğuna görə 2'yə bölürük. Üzərinə də bunun ağzı, yəni bu kəsilən yeri dairə olduğuna görə dairənin sahəsi gəlinir. Ona görə olacaq 3 pi r kvadratı. 27 pi bərabərdir 3 pi r kvadratı. Buradan böyük yeri alırıq ki 3'dür. İndi gəlin bunun daxilinə silindir çəkək. Çünki deyək ki, yarım kürənin daxilinə silindir çəkilib. Burada kiçik r-dir bura. Bura kiçik r-dir. Bunu birləşdirsəm. Baxın, bunu birləşdirəndə bu kürənin radiusudur. Burada h-dır. Silindirin hündürlüyü. Silindirin həcmi oturacağının sahəsi vurulsun hündürlük. Oturacağı dairədir. Dairənin sahəsi, yəni pi, kiçik r-in kvadratı vurulsun h. İndi buradan düzbucaqlı üçbucaq Pifagor teoremini tətbiq etsək,
H-ın kvadratı üstə gəl R-in kvadratı bərabərdir böyük R-in kvadratı. İndi nəyi tapmalıyıq biz buradan? R kvadratını tapsaq, R kvadratı bərabərdir böyük R-in kvadratı minus H-ın kvadratı. H ilə olduğu kimi qalsın, R-in yerinə 3 yazaq. 3-ün kvadratı 9 minus H kvadratı. Deməli, buradan R kvadratını tapdıq. İndi aparıb yerinə qoyuruq. Baxın, biz buradan ifadə etdik. Aparıb yerinə qoyaq. Olacaq həcmi silindirin pi H olduğu kimi qalsın. R kvadratının yerinə yazıram. 9 minus H kvadratı. Ən böyük həcmli silindir dediyinə görə bu tipdə suallarda, yəni hündürlük verilməyib, hündürlük yoxdursa əgər və yaxud da burada başqa bir fiqur da ola bilər. Hər hansı bir ədəd yoxdursa, ən böyük həcmli, ən kiçik həcmli soruşulanda biz burada törəməni tapmalıyıq. Yəni həmin həcmdən hündürlüyə görə törəmə alsaq, törəməni alıb sıfıra bərabər etməliyik. Olacaq bunu açanda 9 pi h minus pi h kubu. Pi h kubu. İndi buradan törəmə alanda olacaq 9 pi minus 3 pi h kvadratı bərabərdir sıfıra. Hər tərəfi 3 pi'yə bölsək, 3 minus h kvadratı bərabərdir 0. H kvadratı 3, h da olacaq kök altı 3. Bizdən də silindirin hündürlüyünü soruşurdu. Cavab kök 3 A variantı. Fx funksiyasının maksimum nöqtəsini soruşur. Deməli, əvvəlcə verilmiş funksiyanın birinci tərtib törəməsini tapıb sıfıra bərabər edirik. X kubunun törəməsi 3x kvadratı vururuq 3'də 1'ə. Üstə gəl. X kvadratının törəməsi 2x vururuq 2'də 1'ə. 6x'in törəməsi 6 bərabərdir 0. 3'lər ixtisar gedir. X kvadratı üstə gəl x minus 6 bərabərdir 0. Köklər 2 və 3 cəmi mənfi 1 verməlidir, 3 mənfidir. Ədəd oxunda qeyd edirik. Mənfi 3, müsbət 2. Ortada 0 var. 0 yerinə qoysaq mənfi, kənarlarda müsbət. 1 var maksimum nöqtə, bir də var maksimumunu tap deyə sual ola bilər. Yəni bu törəmə mövzusunda. Maksimum nöqtə deyəndə əvvəlcə maksimumu tapaq. Maksimum nədir? Müsbətdən mənfiyə keçən nöqtə maksimum nöqtədir. Yəni buradakı bu mənfi 3 maksimumudur. Maksimumu. İndi maksimum nöqtəni soruşursa, aparıb həmin funksiyada x-in yerinə mənfi 3 qoymalıyıq. Olacaq 3'də 1 vurulsun mənfi 3'ün kubu mənfi 27. Üstə gəl 2'də 1 mənfi 3'ün kvadratı 9. 6'nı mənfi 3'ə vuranda 18. Mənfi 9. Üstə gəl 4,5. Üstə gəl 18. Verir bizə deməli 13,5. Bu funksiyanın maksimum nöqtəsi 13,5'ə bərabərdir. Əgər soruşulsaydı ki, funksiyanın maksimumunu tap, onda cavab mənfi 3 olardı. Təbii ki, burada variantlarda mənfi 3 verilməyib. Çünki cavab deyil, yəni cavab B variantı. 9 nömrəli sualda şəkildə verilən ABCD trapeziyasında AD 18, AC 12 olarsa, bizdən nə soruşur? Bucaqlar verib, əvvəlcə bucaqlar yazaq. ABC bucağı bərabərdir ACD bucağına. Və ABC'nin sahəsi 80 kvadrat santimetr olarsa SABCD'ni soruşur. Biz bilirik ki, trapeziyanın oturacaqları paraleldir. Və burada AC kəsən rolunu oynayır. Bu bucaqla bura bir x yazaq. Buradakı bucaq bərabərdir. Çünki çarpaz bucaqlardır. ABC 3 bucağının da bucaqları alfa və x-dir. ACD 3 bucağının da bucaqları alfa və x-dir. Deməli, bunların 3-cü bucaqları bərabərdir. Burada y yazaq. Deməli, bu iki üçbucaq oxşardır. Oxşarlığa əsasən yaza bilərik ki, ABC üçbucağında alfanın qarşısındakı AC'nin, ACD üçbucağında alfanın qarşısındakı AD'yə nisbəti oxşarlıq əmsalı K'ya bərabərdir. AC 12'dir, AD 18'dir. 6'ya bölsək K olacaq 3'də 2. İndi isə sahələrə baxaq. SABC'nin sahəsi bölünsün SACD. Oxşarlıq əmsalının kvadratı. ABC'nin sahəsi 80'dır. ACD'nin sahəsi yoxdur. K da 3'də 2'dir. Kvadratı 9'da 4. S bərabərdir. 80'ı 4'ə böləndə 20, 20'ni 9'a vuranda 180. Yəni S 180 buranın sahəsi 180'dır. Bizdən ümumi trapeziyanın sahəsi soruşulur. 180 ilə bunun sahəsi 80 idi. 180 ilə 80'ı toplayıram. Cavab 260. Yəni C variantı.
10-cu suala baxırıq. İfadəsinin qiymətini soruşur. Gəlin bu aşağıdakı ifadəyə bir x deyək. Və buna da bir a deyirəm. Eyni şeyləri köçürmək istəmirəm. Çünki buna da b deyirəm. Bu da a'dır, bu da b'dir. Yəni bizə verilib ki, a minus b bərabərdir 4. A plus b bərabərdir x. Bunları tərəf-tərəfə vuraq. Yəni a minus b-ni vuracağıq a plus b-yə bərabərdir 4x-ə. A minus b-ni a plus b-yə vuranda a kvadratı minus b kvadratı bərabərdir 4x alınır. A-nın kvadratı nə deməkdir? A-nın yerindəki kökü kvadratı yüksəldəcəm. Köklə kvadrat gedəcək. 4x kvadratı üstə gəl 12x üstə gəl 19. Sonra buradan çıxıram b-nin kvadratını. Yəni 4x kvadratı üstə gəl 12x minus 1-i. Bərabər edəcəm 4x-i. Bunu hesablasaq, mötərizələri atırıq. Mötərizələri atanda 4x kvadratı üstə gəl 12x üstə gəl 19 minus 4x kvadratı minus 12x plus 1 bərabərdir 4x. 4x kvadratları 12x'lər islah gedir. 20 bərabərdir 4x'ə, x olacaq 5. Bizdən də o ifadənin qiymətini soruşurdu. Cavab D variantı. Baxırıq 11 nömrəli suala. Ədədlə onun 20%-nin cəmi 40%-dən neçə faiz çoxdur? Hər hansı bir x ədədi götürürəm. Deyir ki, ədədlə onun 20%-nin cəmi, yəni x ədədi ilə x-in 20%, x vurur 20 bölü 100. Yəni ədədimiz x-dir, həmin x ədədi ilə onun 20%-nin cəmi, həmin ədədin 40%-dən neçə faiz çoxdur deyir. Əvvəlcə bunu hesablayayım. X üstə gəl 0,2x, bu bizə verir 1,2x. İndi baxaq nəyi soruşurdu? Ədədlə onun 20%-nin cəmi, yəni bu 1,2x. Ədədin 40%-nin neçə faiz çoxdur? Ədədin 40%-i isə x-i 40-a vurub 100-ə bölürəm. Yəni 0,4x deməkdir. Yəni demək istəyir ki, 1,2x 0,4x-dən neçə faiz çoxdur? Bunu necə tapırıq? 1,2x a faiz olacaq. 0,4x bizim 100%-imiz. Bizdən hansı soruşulursa ona uyğun olan məhsul bir ədədə bərabər olacaq. Yəni deyir ki, 1,2x 0,4x-dən nə qədər çoxdur, neçə faiz çoxdur. Ona görə 1,2x-ə uyğun olan ədədə a faiz dedim. İndi bu tənasibi həll etsək, çarpaz vururuq. A vur 0,4x bərabərdir 1,2x vurulsun 100. A da bərabərdir 12-ni 4-ə böləndə 3 dəfə olacaq 300. A 300%-dir. Deməli 1,2x 0,4x-dən 300-dən 100 çıxanda 200% çoxdur. Bizdən faizlə soruşurdu. 200% çoxdur, yəni cavab B variantı. 12 nömrəli sualda A və B nöqtələri apsis oxuna nəzərən simmetrikdir. A və B nöqtələrindən keçən düz xəttin tənliyini tapın deyir. A nöqtəsinin koordinatları 4y-dir. B nöqtəsinin koordinatları x və 7-dir. Apsis oxuna nəzərən simmetrikdir deyir. Apsis oxuna nəzərən simmetrikdirsə, apsislər eyni qalır. Yəni 4, x ilə 4-dür. Y isə əksinə dəyişdir. Y burada 7 idi. Burada olacaq y-imiz -7. Yəni apsis oxuna nəzərən deyəndə o x oxuna nəzərən x-ləri saxlayırıq, digərini dəyişirik. İndi A nöqtəsinin koordinatları 4 -7-dir. B nöqtəsinin koordinatları 4 -7. Bu iki nöqtədən keçən düz xəttin tənliyini soruşur. Y minus y1 bölünsün y2 minus y1 bərabərdir x minus x1 bölünsün x2 minus x1. Bunu hesablayırıq. Y1'imiz -7'dir. Olacaq üstə gəl 7. 7 minus -7. X minus x1'im 4'dür. 4 minus 4. Buradan alırıq ki y plus 7 bölünsün 14 bərabərdir 0. Burada da x minus 4. Olacaq deməli çarpaz vuranda x minus 4 vurulsun 14 bərabərdir 0'a. X minus 4 bərabərdir 0'a. X olacaq 4. Düz xəttin tənliyi bu şəklə düşdü. Yəni düzgün cavab D variantı. 13 nömrəli sualda bərabərsizliyin həllini soruşur. Deməli burada 4 üstü x'in yerinə yazıram. 2 üstü x'in kvadratı minus 3 vur 2 üstü x minus 4 böyükdür bərabərdir 0. 2 üstü x'e 1m deyirəm. Olacaq m kvadratı minus 3m minus 4 böyükdür bərabərdir 0. Köklər biri 1'dir, biri də 4'dür. Cəm müsbət 3 verməlidir, deməli 1 mənfidir. M1 -1'dir, M2 müsbət 4.
Ədəd oxunda qeyd edirəm. -1, -4. Hər ikisi bərabərsizliyin həllidir. Ortada 0 var. 0 qoyanda burada. Mənfi olur, kənarlarda müsbət. Normalda bizim cavabımız mənfi sonsuzluq -1, 4 müsbət sonsuzluq olmalıdır. Bu təbii ki m-lərdir. Biz m-ə 2 üstü x m-lə işarələmişik. İndi m mənfi sonsuzluq -1 olsa, bu tənin həlli yoxdur. Çünki üslü funksiya mənfi 2 üstü x, yəni mənfi aralıqda cavablar ala bilməz. Ona görə bura kənar həllər çoxluğudur. Olacaq cavab 4 müsbət sonsuzluq. Yəni 4 müsbət sonsuzluq. Amma dediyim kimi buradakı 4 m-dir. M-in yerinə aparıb 4 qoyuram. 2 üstü x bərabərdir 4-ə. X olacaq 2. Yəni bizim cavabımız olacaq 2 müsbət sonsuzluq. Yəni B variantı. 4 müsbət sonsuzluq götürsək biz m-i götürmüş oluruq. Biz x-i həll etməliyik. Ona görə cavab B. Baxırıq 14 nömrəli suala. M-in işi 30 günə qutara bilir. O işləmə sürətini 20% artırarsa, işi neçə günə qutarar? M-in bir işi 30 günə qutarırsa, 30 günə. Deməli, belə deyək də. İşləmə sürətini 20% artırır. Əvvəl M-in işləmə sürəti x idi. Sonra bu işləmə sürətini 20% artırır. X-in üzərinə x-in 20%-ni gətirirəm. Olacaq 1,2x. Bu sürəti əvvəl x idi. Bu sürəti x olanda iş 30 günə bitirdi. İndi sürətini artırdı. 1,2x oldu. İndi neçə günə bitəcək? Bilmirəm A günə. Baxın, əvvəl sürəti x idi. Bu işi 30 günə bitirirdi. İndi sürətini artırdı. Sürətini artırıbsa, deməli bu daha tez bitirəcək işini. Daha tez bitirəcək deyə buradakı ədəd artır, amma buradakı ədəd azalmalıdır. Ona görə bu asılılıq tərs mütənasib asılılıqdır. Tərs mütənasib asılılıqda düzünə vururuq. X-i 30-a vuracağım. 1,2x-i də A-ya. X-lər getdi. A bərabərdir. 1,2-də 30. Vergül bir rəqəm sağa sürüşəndə 30-un yanına 0 gəlir. 2 dəfə 24, 60-da 12, 5 dəfə. Deməli, o sürətin 20% artıranda iş 25 günə bitir. Yəni cavab D variantı. 15 nömrəli suala baxırıq. Çevrəsi hər iki koordinat oxuna toxunursa, m-i tapındır. X kvadratı və 4x-i bir qruplaşdırırıq. Olacaq x minus 2-nin mötərizə kvadratı. X kvadratı minus 4x üstəgəl 4 olur. Həmin 4 tənlikdə yoxdur. Ona görə bu 4-ü çıxıram buradan. Üstəgəl. Y kvadratı və 4y bir qruplaşdırıram. Bu da müxtəsər Roma düsturu y plus 2-nin mötərizə kvadratıdır. Bunun açılışı y kvadratı üstəgəl 4y üstəgəl 4. Həmin 4 yoxdur. Ona görə bu 4-ü də çıxıram buradan. Əlavə olaraq burada m də qalıb. Üstəgəl m bərabərdir 0. Olacaq x minus 2-nin kvadratı üstəgəl y plus 2-nin kvadratı bərabərdir 8 minus m-ə. -4, -8 olur. Sağ tərəfdən müsbət 8. İndi deyək ki, bu çevrəsi, mərkəzin koordinatları buradan məlumdur. 2 və -2. Buradakı müsbət 2 olacaq, buradakı -2. Mərkəzin koordinatları 2 -2-dir. X, burada y. Bura 2-dir, burada -2-dir. Burada da mərkəz, çevrənin mərkəzi, m nöqtəsi buradadır. Və bu çevrə deyir, hər iki koordinat oxuna toxunur. Baxın. Hər iki koordinat oxuna toxunursa, deməli buradakı bu 2-lər bu çevrənin radiuslardır. Yəni, radius 2 olmalıdır. Radius 2-dir, amma düsturda burada r-in kvadratı yazılırdı. Yəni, r 2-dirsə, kvadrat 4. Yəni, 8 minus m 4-ə bərabər olmalıdır. M də bərabərdir 4. Cavab olacaq B variantı. Qalan sualların həlli növbəti izahda olacaq. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.